7 fevral 2014-cü il yeni ildə ilk biz musiqi ailəsində toyduyuq. Gözəl məclisə gələnlərə, Əşrəflə sevinənlərə və biz Əfqan bəy bir alqışlayaq oradan xahiş edirəm. Əfqanla fəxr edənlərə mən istəyirəm ki, Allah musiqiçilərimizin hamısını canını sağ eləsin, yetirmək istəyirəm. Bu toy hamısının böyük fəxirdir, hamısının böyük əzizdir. Yəni bu günləri Əşrəfin yeganə oğlu Əfqan bəyimiz xoşbəxt olur, özü də gənc istedadlı bir gözəl müğənnimizdir. Əşrəfin adından sizin hamımıza xoş gəldin deyirəm. Allah Teala Əşrəfi böyüdən əksik eləməsin. Yetirmək istəyirəm ki, bugünkü günün, bu gözəl tarixin burada keçməsində səbəbkarlar var. Allah olan hamısının canını sağ eləsin. Xalq artistlərimizi bir alqışlayaq. Hamısını bir yerdə Sadıq müəllim başda olmaqla. Bugünkü toya görə Azərbaycanımızın millət vəkili, korifey sənətkarımız, dünya şöhrətli bizim gözəl xanımımız Zeynəb xanım Xanlarova məşqi atbit edib Əşrəfin toyuna görə. Hörmət bax budur. Bir alqışlayaq Zeynəb xanıma, hamı edən xalqımızın fəxridir. Allah onu böyüdən əksik eləməsin. Mən də çalışacağım ki, bugünkü məclisdə sevilən gözəl insanların hər birini təbrik eləyəm. Bugün də bəxtimizə düşən bu bəxt üzündə elə bilən bu toy, bu sevinç hamısının böyük şərəfdir. Allah Teala həzlərin də canını sağ eləsin. Çünki burada maşallah gözəl insanlara eləşiblər. Əməkdar artistlərimiz var, xalq artistlərimiz var, Sumqayıtdan gələnlər var, klassik sənətkarlarımız əyləşirlər. Allah hər birinə xoş gəldin deyirəm. Allah ilk öncə istəyirəm yəqin ki, Azərbaycanımızın əməkdar artisti, gözəl sənətkarımız, sənəti ilə hamımıza böyük hörmət eləyən, bizim sənətimizdə sevilən, seçilən Ənvər Sadıqovun da kollektivi bir alqışlayaq, eşq olsun, xoş gəliblər. Bu gözəl toyumuzu da operatorlarımız Kərim dostum canlı yayımla lent alır. Eşq olsun bəli səs söz sorumuza da. Xahiş edirəm hamıdan, yəni ürəyimiz istəyən qədər bu gün iştirak edir. Çünki Əşrəf bu hörməti, bu isməti qram-qram. Yəni burada cavanlar çoxdur. Əşrəf bu hörməti zaman-zaman qazanıb. Sumqayıtda da Xan Eyvaz buradadır bizim dostumuz. Öfürəm o xüsusi salam deyirəm Elvin dostumuz da. Allah hamımızın canını sağ eləsin, şadlıqlardan, toylardan sizləri və bizləri əksik eləməsin. Əfqan yaşasın Azərbaycan. Əfqanı da alqışlayaq. Hörmətli Əşrəf dostumu da çox ailəm Zeynəb xanlar o yaxşı alqışlamadınız. Bu böyük sənətkarımızdır. Eşq olsun xanıma ki, bu günləri yəni ki öz məşqini atbit edib xüsusi Əşrəfin oğlunun toyuna görə. Yəni o kollektiv Zakir müəllim başda olan, Sadıq müəllim başda olmaqla bu kollektivə xüsusi dərin təşəkkürünü bildirəm iştirak üzə görə. Allah hamımızın canını sağ eləsin, şadlıqlardan, toylardan sizləri və bizləri əksik eləməsin. Elə burada həcilər çoxlarına göstərib ki, mənim təbrikimdən sonra həci də vaxtı azdır, şu alana gedəcək. Şadlığa, gözəl bir məclisə. Sizə həci də bir təbrik edəsin. Həci buyur əzim. Ya Allah. Bismillahirrahmanirrahim. Allah Teala bütün subaylara toy qismət eləsin, Əşrəfi təbrik eləyik. Bir səbəb var bu ziyafətdə, səbəbsiz də deyil. Hamılıqla biz gəlmişik bura, təbriklə mübarək badə. Bugün Əşrəfin sınaq imtihanıdır. Yəni, bu insan neçə ildir səhnədədir, indi onun bu günləri qazancı olan bu insanlar gəliblər Əşrəfi təbrik eləməyə. Sən bir cürə, mən bir cürə. Burada Əfqan nə iş görür? Əfqan, adı Əfqan da olsa, amma Əfqanistanda olmayıb, amma Əşrəf Əfqanistanda olur. Adamlar neçə ildir sənətdədir, amma hələ heç kim onu tanımır Əşrəf. 80 ildə olur sənətdə, 60 ildə. Amma göydə Allah yer üzündə atalıq borcunu sən bugün yerini getirirsən. Təbrik edirəm Əşrəf, bu çox şərəfli borcdur. Əfqan, təbrik edirəm qaqaş. Əfqan, atanın qədrini bil, geç tez olarsan bir ata, ata bəxş etdi bizi böylə gözəl, şən həyat. Atanın 3 borcu var, birinci övladını yaxşı ad qoysun, Əfqan adım var. Sonra onu rəndələsin, yəni elm örgətsin, indi maşallah tapılmırsan, atanı prezident eləmirsən, toya baha geysən. Allah salamat eləsin. Yəni do majordan bu kişi sənə məşq edib, Allah Teala ona can sağlığı versin, o gün olsun, Əfqan da ata olsun, bilsin atalar nə çəkiblər, Vikiro yoxsa Kent, belə. Görsün mən nə çəkirəm. Mən, Əfqan, uzaq gedmə qaqaş, bu kostyumu hər gün giymirsən, ola bilər səhnədə başqa cür kostyum, amma bu bəyli kostyum, bu da cəmi subaylara qismət olsun. Sən burada 3 dənə iş görürsən, birinci Allahın əmridir, 3 yerdə Quranda yazılıb, subaylarımızı evləndirin, bugün bəxt üzüyün bağlatdırıb ki, Əşrəf bu işi görür. İkinci ona elm örgətsin, onu bilmirəm, işlənmir. Müəllim tələbəyə deyir, oğlum, Nizami Gəncəvini tanıyırsan? Yox. Məhəmməd Füzunu tanıyırsan? Yox, tanıyırsan.
Bəs Hüseyn Cavid, onların repertuarı vardı, oxuyursa onları. Tanımıram bəlim. Bəs Seyid Əzim Şirvani, tanımıram. Bəs Əliyağa Vahid, onu da tanımıram bəlim. Gəd ata o çağır, uşaq gəlir. Bəllim səni çağır ata, nə eləmirsən? Nə bilim, adları soruşur, uşaq atası gəlir. Oğlum neyniyib? Allah oğlum Nizami Gəncəvini tanımır, Məhəmməd Füzulunu tanımır, Hüseyn Cavidi tanımır, Seyid Əzim Şirvanını tanımır, Əliyağa Vahidi tanımır. Bəllim biz sizi köçmüş ya bu məhəllə, uşaq tanımaz olarım. İndi bunları tanımaq lazımdır ki, çünki bunları ata örgədir insana. Üçüncü də övladı ki, toy eləsin. Hər üçün də buna qismət olub. Quranda ayya var, Əfqan, zərrə qədər yaxşılıq eləsə, onun dəvəzini alacaqsan. İndi bu günləri o işi görür burada. Göydə Allah, yer üzündə atadır. Onun üzünə ağ olmaq, ay cavanlar, özü bir xətadır. Atanın da qarğışından var, nə şillə təpiyindən. Ata 10 uşaq saxlayır, amma 10 uşaq atanı saxlaya bilmir. Arzu edirəm ki, Əfqan, sən də övlad toy görəsən. İstəyirəm Əşrəf də bir xeyir dua versin oğluna. Arvad kişiyə deyir, ay kişi get də, sabah sənin də uşağın böyüyür. Nə var toyda? Necə nə var toyda? Əliyağa gələ gedin, qapı qonşusu dəvətnamə verim. Əliyağa gələ gedirəm, eybi yox. Heç yeri gedmə Əfqan, 2 deyir. Əliyağa gələ gedir, daha toy gedmir. Üstündən bir müddət keçəndən sonra övladına toyla heç kim gəlmir. Arvad gördüyün gəlmədilər. Əliyağa yazıya toyu başlayardıq. İndi istəyirəm Əşrəf toyu başlasın. Ayaqdan Akif danışır, Əşrəfi təbrik eləyir. Dünya şöhrətli sənətkarımız Zeynəb xanım sənə görə məşqillər verir. Yəni bunu qazanmaq lazımdır. Ansambl da burada iştirak edir. Var bizim xeyir duamız, bir var atanın xeyir duası oğluna. Ya Allah. Çox sağ olun qardaşım. Bir dəfə mən danışacağım, yəni xoş gəldim deyəcəm hamınıza. Hamınız xoş gəlmişsiniz, mənim dostlarım. Sizin də qapınızda xeyir işdə biz iştirak edək, kimin xeyir işi olmayıbsa. Hamınızı öpürəm. Bir alqış gəlsin mənim şərəfimə görüb. Bəh, ləzzət edir ha, inanırsınız. Çox sağ olun, gəlmişsiniz hamınız. Yiyin, üçün, bu toy yadda qalmalıdır. Ola bilsin YouTube'a da düşdü bir əla. İlin toyu kimi. Mən bunu arzulayıram, o da sizdən asılıdır. Ənvər müəllimdən asılıdır, mənim qardaşım və sonra gələn musiqiçilərimizdən. Öpürəm sizi işinizə uğurlar, can sağlığı, bu il sizə yaxşı olsun. Akif müəllim, sən də bölüşün. Əşrəf, biz necə deyək, qardaş? İndi belədir ki, Əfqan yaxın gəldi, qardaş. Belədir. Həyacanlı dəqiqələr arxada qaldı. Sən xeyir dua verdin, əziz dostum. İndi bu günləri, bu əziz gündən hamıya arzulayıram. Özüm də onların içində olmaq şərti ilə Akifə də arzulayıram. Neçə il toylar qıra yola verir, amma özünə də Allah qismət eləsin. Ən gözəl arzudur, ən gözəl dilək, oğul qız böyüdüb toyunu görmək. Əşrəf, bir dənə sual vermək olar, sən sənətkar adamsan. Domaş orada neçə işarı var? Nə qədər lazımdır? Demək, subay müğənni muğamatı belə oxuyur. Ax, yar, bu yar axtarır. İndi evlisə belə, aman, müğənninin 3-4 uşağı var, belə oxuyur, eyda. O gün olsa belə olasa. Bir dənə xahiş eləm, beyin atasının şərəfinə Ənvər, bir dənə oradan nə olar? Bey toyunda oynasa ucuzluq olar, olmur. Bir də atası oynasa, necə məsləhətdir? Hala tez deyir, bir nəfər mollaydı, ay molla, mən yuxuda tez-tez gön yiyirəm, dəri yiyirəm, bunun mənası nədir? Molla deyir, girin matı ver yozum, deyir, nə danışsam, rəhmətliyin oğlu, pulum olsaydı ət yiyərdim də. İndi sən o qədər sənə verir, sən də bir dənə ora verginə, sonra oğlunun toyunda rəqs edir. Hamımızı rəqsə qonaq edir, ya Allah. Həmişə Əşrəfə və bugün Əşrəf xəcləyir. Toy sahibi ciblərvi gen görək, yatmayasan sübhə kimi sən gərək. İştahımız puskuda bir həftədir, ay can Allah, yemək içmək müftədir. Əşrəfi istəyənləri rəqsə dəvət eləm. Ata bala. İlham çox sağ olasın. Mən yetirmək istəyirəm ki, Əşrəf doğrudan da bu gözəl, hörmət budur. Qoy cavanlar görsünlər ki, musiqilər sırasında zaman qazanan hörmət budur ki, Əşrəfin bugün toyuna gözəl insanlar təşrif buyururlar. Mən istəyirəm ki, yetirmək istəyirəm Belgiyadan Əşrəfin nəvəsi və atası, Kürəkəni Orxan nəvəsi Hüseyin Zəngili Belgiyadan. Bir alqışda 17 fevral bu toy Əfqana halaldır, halal. Bəli, toya baxırlar, slaydın, çox gözəldir bu. Və Ənvər müəllim, Sadıq müəllim, çox xahiş edirəm, zəhmət olmasa. Azərbaycanımızın xalq arzusu birbaşa bizim hörmətli ulu öndərimizin imzası ilə Azərbaycan xalq arzusundan layiq görülmüş prezident mükafatçısı istəyirəm Sadıq müəllim də bir xeyir dua versin, ağsaqqalımız yolunu böyüdən əslik eləməsin. Eşq olsun, Sadıq müəllim, buyurasın. Sağ ol Akif, hamımızın hər vaxtın xeyir olsun. Hamısını dedik, bax burada hamısı sənət adamlardır. Ya dünya miqyaslı Zeynəb xanımın adı çəkildi. O hər zaman çəkilməlidir. Bütün müğənnilərin çoxsu
onun mahnılarıyla çörək yeyir. Allah ona da can sağ olsun. Devlətimizi də Allah var eləsin. Sənət adamlar, hamısı bax, rəhmətli atası dostumuz olub. Babası, qaynatası da bizim fəxrimiz. Yəni, buradakı insanlar hamısı bir-birinə əziz adamdır. Bir ağla Ənvərə deyirəm ki, maşallah, cavan sənətkar hörmətdir. Yəni, bundan, bu böyük bir şan şöhrətdir. Qaldı Əşrəfə. Əşrəf, hamı bilir ki, çox mərd insandır. Hər şey pulla ölçülmür. Əşrəf bir xeyirdən, şərdən qalmayan. Mənim burada Sübhan dostum var, Muğamat dostum. Yadıma gəlir ki, Allah onun qapısında həmişə şadlıq eləsin. Dedik, nə ilə gedək maşınları, lap 5-10 maşını tutaq. Əşrəf tez öz yekən maşının götürdü. Ondan sonra Əşrəf müəllim neçə dəfələrlə Allah şər göstərməsin, xeyir şərdə aparaturasını qurur təmənnasız. Yəni, Əşrəf bir zəhmətkeş oğuldur, onun gözünün ağı qarası. Bir oğlu da Allah xoşbaxt eləsin. Bir daha səni alqışlayaq. Toyun çox mübarəkdir, gələn adamlar da çox olsun, sənət adamlar da çox sağ olsun. Yəni, mən nə deyə bilərəm? Allah musiqiçilərin canını sağ eləsin. Amma musiqiçilər də biraz yaxşı olsun. Daha bir qarın yeməyi yeyib toyda çalmasınlar, bizi biabır eləməsinlər. O da olmasa daha yaxşı olar. Çox mübarəkdir, Allah xoşbaxt eləsin. Sağ ol, sağ ol. Sadıq müəllim alqışlamaq, dövlətimizin, xalqımızın, mədəniyyətimizin, musiqimizi alqışlamaqdır. Əşər, çox nümayəndə qardaşım. Bəyin əmləri Fuadın adından, Eldarın adından, İlqarın adından təbrik eləməyimizi və Əşrəfdən də Quliyev layihəsində üzr istəyirəm. Yəni, bu məclisdə Əşrəfin atası Güləşən kişinin ruhu var. Allah Güləşən kişiyə gəlin rəhmət eləsin, qəbrin nurla olsun, hürşad olsun. Yeni gələnlər də salamlayıram bir və bir. Eşq olsun hər bizə. Həzi Muxtar, xoş gəlmişsiniz əzim. Allah canınızı sağ eləsin. Allah da əyləşənlərin hər birinə şadlıq toy nəsib eləsin. Bir gürültülü alqışla Əşrəfi yeni ildə ilk toydu. Allah da Əfqanı xoşbaxt eləsin. Oyun olsun əyləşənlərin hər birinin ailəsinin ocağında, şadlıq məclislərində toysunda görüşək inşallah. Bu məclisdə yəni musiqiçilərdən başqa bizim gözəl dostlarımız var, ziyalılar var, həcilər var. Polkovnik əyləşimə xüsusi salamlayıram. Allah canını sağ eləsin Tolit müəllimi. Hər bizə xoş gəldirəm Əşrəfin adından şəxsən. Oyun olsun ki, hər bizin ailəsinin ocağında şadlıqlarla, toylarla belə ürəkdən sevinək. Çox mübarəkdir, çox mübarəkdir. Allah musiqiçilərimizə canını sağ eləsin. Yaddan çıxarmayaq ki, bizim hamımız Azərbaycan mədəniyyətinin musiqinin təmsilçisiyik. Həmişə çalışaq ki, hörmətli olaq, şöhrətli olaq, sevilək və seçilək. Şadlıqlarda görüşək. Sözü verək. Qaytağın instrumental ansamblla Ənvər Sadıqov başda olmaqla kollektivə eşq olsun deyirəm, buyursunlar, iş nəğmə musiqi çələngini süfrəmizə bəşləyəcəklər. Ənvər də alqışlayasın ki, Ənvər Sadıqovdur, fəxrimizdir, əzizimizdir. Xoş gəlmişsiniz. Elə bir də şən musiqi olsun, daha indi İlham qardaşım dedi də. Allah hamının canını sağ buyursun. Orhan dostumuza alqışlayaq. Allah Orhan'a bir oğul payı versin qardaşımıza. Eşq olsun. Eşq olsun. Benim kimi reçilə sevdilər var. Sağ olsun hediye bir.